Nigar Nuri, mağaraya xoş gəlmisiniz. Mağaranın bugünkü buraxılışında əsas mövzumuz sağlamlıqdır. Kiloya toxunacaq, emosional aclıq və s. Odur ki, mağara başladı. Hazırda yanımda Gülşən xanım var və mən düşünürəm ki, əslən bizim qida seçimimiz, qidalanmamız da az öncə qeyd elədiyim kimi həyat seçimlərimizə də, sağlamlığımıza da, ümumiyyətlə həyat tərzimizə belə təsir eləyir. Odur ki, peşəkar biri ilə məncə bunu danışmaq düzgün bir seçimdir. Elə lap əvvəlini istəyirəm gedək ki, qida seçimimiz və ehtiyacımız nəyə əsasən formalaşır? Yəni biz bir qidanı şuurlu mu seçirik, yoxsa bədən ona ehtiyac duyurmu? Buyurun. Bədənimizdə bizim psixoloji cəhətdən ehtiyaclarımız var. Bura bioloji amillər də aid edilə bilər, psixoloji amillər də, sosial amillər də aid edilə bilər. Bioloji amil dedikdə, məsələn, süd verən tutaq ki, anadır. Hamilə bir xanımda onun ehtiyacı olduğu qidalar fərqlidir və yaxud da ki, uşaqdır, uşağa bilirsiniz, ən çox vitaminlər, minerallar lazımdır. Və yaxud da bədənimizin olan müəyyən bir dəyişikliklər ola bilər ki, sonradan qazanılıb hər hansı bir xəstəlik ola bilər. Bu insulin direnci ola bilər, bu zoob problemimiz ola bilər, ürək qan damar sistemində problem ola bilər, böyrək çatışmazlığı ola bilər ki, bunlar da bizə təsir edir. Və yaxud da ki, sosial amillər ola bilər. Bizdə sosial amillər dedikdə, məsələn, nəzərdə tuta bilərik ki, bizim iş rejimimizlə bağlı stresli həyat tərzimiz, bilirik ki, hər kəsin indi hal-hazırda stresli həyat tərzi var və hər kəs qidalanmanı da buna yönəltlik eləyir. Ona görə də sosial amillər də təsir edir. İqtisadi amillər ola bilər ki, hansı ki bizim müəyyən bir ailəmizin də büdcəsi var, hər hansı bir qidanı almaqda və s. Burada sosial şəbəkələrin, marketinqin, medianın da böyük rolu vardır təbii ki. Çünki reklamlar gedir, hər hansı bir restoranlar, qidalar barədə biz baxırıq, istəyirik və qida pozuntusuna da gətirib çıxara bilir. Bir də ki, fizioloji bizim ehtiyacımız ola bilər, hansı ki bilirik ki, bizim makroelementlər var, mikroelementlər var və həyati vacib su məsələsi vardır ki, biz bunları qəbul edərək balanslı şəkildə qidalanmalıyıq. Zülal, karbohidrat, yağ balansı mütləq şəkildə orqanizmdə özünü qorumalıdır və bu cür qəbul etməliyik qidaları. Çox insan, məsələn, ancaq karbohidrat üstünlüklü qidalara verir və yaxud da monoton qidalanır. Məsələn, ancaq qarabaşaqlı qidalanan insanlar var. Mən arzulayıram. Əlbəttə ki, yanlışdır. Monoton qidalanma sayılır. Müəyyən qədər biz buna təsir etsək də, məsələn, kimsə qalxıb deyə bilər ki, mən qarabaşaq diyeti ilə arıqlamışam. Ola bilər, bu da mümkündür. Amma bu sağlıqlıdırmı? Təbii ki, xeyr. Yəni, sağlıqlı olması üçün bu balans qorunmalıdır və su mütləq şəkildə içilməlidir. Tək arıqlamaq, kökəlmək məqsədi ilə yox, su həyati vacib bir amildir və düzgün formada bədənimizə uyğun şəkildə içilməlidir. Bəlkə də həyat tərzimizlə bağlıdır. Kilo bərabərsizliyi yaşayırıq. Məsələn, kilo enir, hər şey yaxşı. Daha sonra düzdür, onu saxlamaq ona müəyyən diqqət tələb edir. Amma o bərabərsizliyi əgər yüksək səviyyədə özünü göstərirsə, durduq yerə adam var ki, bir aya 7-8 kilo anidən artır və ya azalır. Bunu biz necə bərabərsizliyi idarə edə bilərik? Təkcə qidalanma ilə bilirəm ki, olan iş deyil. Bu həm də psixoloji vəziyyətlə bağlıdır. Nə tövsiyə edə bilərsiniz bundan bağlı? Bizim ilk etməli olduğumuz sağlıqlı qidalanmada kaloriya diqqət etməkdir. Məsələn, insan tanıyıram ki, öz pasientlərimin arasında da olur. Deyirəm, necə qidalanırsınız? Deyir ki, gün ərzində bir dəfə qidalanıram və 500-700 kilokalori arası qəbul edirəm. Təbii ki, bu yanlışdır. Birdən-birə orqanizmi çox ac saxlamaq olmaz. Ac saxlamaq metabolizmanın zəifləməsinə gətirib çıxarır və bu zamanda təbii ki, müəyyən müddətdən sonra insan bədəni nə qədər ac qala bilər ki, bunu nə qədər davam etdirə bilər ki, ona görə də ac özünü buraxmaq, gün ərzində bir dəfə qidalanmaq təsir edir bizim günlük həyat tərzimə və bununla da bağlı sağlıq problemləri də yarada bilər. Hansı ki, qəbizlik problemi yarada bilər, ishal problemi yarada bilər. Stres həmin zaman ortaya çıxırsa, o da bir təsir edir bizə. Fikir verin, çox ac qalan insanlar diyet saxladıq. Ona diyet deməzdim. Əslində ac qalmaq deməkdir. Özünə belə deyərlər, zülm etmək deməkdir. Üz ifadələrində də bu solğun olurlar, yorğun yanaq sindromu əmələ gələ bilir və bədəni istədiyi
çəkiyə çatdırmaq istəyir və bunu alındırır. Amma bərabərsizlik yaranır ki, 1 aydan, 2 aydan sonra o təzədən qalxır. Və belə olduğu zaman da insanda iradə zəifliyi əmələ gələ bilər. Artıq deyir ki, mən bunu neçə dəfə sınamışam, alınmayıb, mənim kilom yerində qalmır və s. Bir də ola bilər ki, məsələn, çox duzlu qidalar yeyirik. Çox duzlu qidalar bədəndə ödəm şişkinlik yarada bilər. Onda təsiri var. Əlbəttə ki, təsiri var. Məsələn, olur ki, mənimlə diyetə başlayan xanımlar içərisində sevinirlər, diyetə başlayırlar. Gülşən xanım, sizinlə 10 günə 4 kilo çəki verdim. Əslində 4 kilonu 10 gündə mümkün deyil ki, piydən atasınız. Ödəmdir. Ödəmdir, bədəndə o qədər ziyanlı qidalar, duz, turşular və s. bizim bilirsiniz, xalqımız yeməyə çox, mən özüm də eləyəm, amma ki, belə olmaz. Duzun miqdarı olmalıdır bədəndə. Duzu çox artıq yediyimiz zaman bizdə ödəm şişkinlik yaranır. Səhər durarkən gözlərimizdə, bunu əllərimizdə hiss edə bilirik və o artıb azalmada ona gətirib çıxarır. Və bu artıb azalma dərinin də boşalmasına səbəb olur. Erkən yaşda, məsələn, xanımın tutaq ki, 25 yaşı var, dəri sallaqdır, heç doğum da etməyib, belə baxsaq, normal həyat tərzi sürüb, amma qidalanmasına diqqət etməyib. Kökəlib arıqlamaqdan əzələ sıfır vəziyyətdə qalıb. Ona görə də bizə lazımdır ki, biz qidalandığımız zaman zülalı qaydasında qəbul edək. Yəni, yeməyimizin 35-55% heç olmasa zülaldan ibarət olmalıdır. Biz yeyirik ancaq pomidor, xiyar, qarabaşaq, biz arıqlayırıq. Çəkinin düşməsi piydən getməsi demək deyil. Piydən atdığımız zaman biz onu bədənimizdə görməliyik, bədənimizdə hiss etməliyik. Məsələn, paltarlarımız bizə artıq boş qalmalıdır. Elə insan var ki, deyir 7 kiloqram çək vermişəm, amma eyni geyimləri geyinirəm. Necə ola bilər o? 7 kiloqram piy getib ortada, yəni mən özüm də kilolu birisiz olmuşam, 34 kilo çəki vermişəm. Doğrudan. Bəli, nənəm həmişə deyir ki, bir böyük quzu qədər arıqlamısan sən. Gözəl. Bəli, yəni diqqət etmək lazımdır bu məqamlara ki, o bərabərsizliyi qoruyanda insanda emosional acılığın da bir təməli qoyulmuş olur. Bayaq gözəl bir ifadə işlətdiniz ki, iradə zəifliyi yaranır insanda, diyeta əgər yolunda getməsə və ya sonradan kökəlmə olsa. Mənə bir məsələ maraqlıdır. Deməli, mən dediyim kimi çox uzun müddət diyetalara məruz qalmışam. Uğurlu da olub, uğursuz da olub. Tarixçə yəni uzundur da. Hər cürə sizə bu dəqiqə danışa bilərəm, amma 34 kilo düzdə arıqlamamışam. Hələ ora çatmamışam. Belə bir məsələ var ki, deyirlər ki, qidalanma bizə xoşbəxtlik verir. Serotonin hormonu gəlir, istədiyimiz, sevdiyimiz yeməkləri yeyəndə, xüsusən şokolad olsun, şirniyyat olsun. Amma diyeta vaxtı müəyyən yüksək faizli şokolad qəbuluna icazə verirdilər. Belə bir şey var ki, adam arıqlayır, amma arıqlamısan, özünü xoşbəxt hiss eləmirsən. Amma arıqlamaq da istəyirsən, saxlamaq. Beyin hələ onu qəbul eləyə bilmir. Beyindən başlayır. Beyin hər şey beyində başlayır, beyində bitir. Serotonin və dopamin var ki, beyində müvəqqəti olaraq bizi xoşbəxt hiss elətdirir. Fikir verirsiniz, bəzi insanlar qarın toxdur, amma göz doymur. Bu emosional acılıqdır. Bədən onu tələb edir, istəyirsən ki, yeyəsən. Amma yedikdən bir 20 dəqiqə sonra hansı ki, beyinə o doyma siqnalı çatdır, peşman olursan. Mən tox yedim, niyə yedim mən bunu? Mənə nə lazım idi ki, oturdum, xəngəl yedim, tutaq ki, doyur. Vaxtı da özlə. Bəli, indi hal-hazırda qışa doğru insanlar daha çox kilo alırlar, çünki şirniyyata meyli artır, isti çay içirik, yanında mütləq bizim yeyəcəyimiz nələrsə olmalıdır və yaxud da ki, xəmir xörəkləri, Azərbaycanda milli mətbəxi bilirsiniz, çox zəngindir və təəssüf ki, çox kalorilidir. Elə emosional acılığa istəyirəm toxunaq ki, emosional acılıq nədir, necə yaranır? Bu emosional acılığı biz gecə acımaq o saatlarımıza aid eləyə bilərikmi? Ümumiyyətlə biz necə eləyək ki, emosional acılıq yaşamayaq? Bir də ki, emosional acılıq bildiyim qədərilə emosionallıq ümumiyyətlə insana tək kilo vermir, həm də kilo bəzi insanlar var ki, emosional bərabərsizliyə görə kilosu azalır və s. Bunun əvvəlinə gedək, bu nədir? Emosional acılıq fizioloji acılıqdan fərqlənir. Fizioloji acılıq necədir? Tutaq ki, biz səhər yeməyimizi yemişik, günortaya qədər yavaş-yavaş acırıq. Bu fizioloji normal olaraq. Sərgəli acırıq. Bəli. Biz bunu normal şəkildə bizim həyatımızda qida qəbulu mütləqdir. Bizim yerimizdə oturub heç danışmasaq belə daxili orqanlarımız işləyir və o kalori yandırır. Yəni gün ərzində o, yoxsa ki biz gün ərzində 1500 kalori yandırırıq, hara gedə bilər ki? Təbii ki bizim beynimiz fikirləşir, danışırıq.
yatanda belə kalori itiririk. Yəni Doğrudan. çünki bəli, çünki böbrəklərin fəaliyyəti var, ürəyin döyüntüsü var, yəni orqanizm onu itirir. Amma əlavə günlük ehtiyacımız olduğu kaloridən də üstünə gələndə artıq kilo prosesi başlamağa başlayır və orada həyəcan təbii olmalıdır. Biz onu kontrol altına salmalıyıq. Emosional aclıq isə psixoloji şəkildə aclıqdır, emosiyalarımızın aclığıdır. Məsələn, tutaq ki, biz ac deyilik, amma bu uşaqlıqdan olan vərdişlərdən də asılıdır. Bizə məsələn deyirdilər ki, sən məktəbdə 5 al, sənə şokolad alacağam. Bu uşaqlıqdan da başlaya bilər ki, bizə o mənfi təsir göstərir. Böyüyəndə də biz hər hansı bir uğura çatanda və yaxud da çatmayanda, uğursuzluq olanda, məsələn biz qaçırıq yeməyə. Bu rahatlığı bir növ yeməkdə, comfort food deyirlər. Bu yeməyi rahatlığı yeməkdə tapırıq daha doğrusu. Bu emosional aclıq gətirib o həmin deyirik bayaq toxunduğumuz kimi iradəsiz olan insanlarda da başlayır və yaxud da ki gecə yemək istəyi yaranır, birdən-birə istəyirik. Biraz iradəlilər soyuducunun qapısını 3 dəfə, 4 dəfə açar, axırda nəsə götürüb yeyir. Bu olduğu halda biz baxmalıyıq ki, günlük qida vərdişimiz necədir? Çox insan səhər yeməyini atladır. Ən böyük yanlışlardan biri budur. Səhər yeməyini düzgün şəkildə yemir. Bir dənə kofeni götürür, yanında şirniyyat götürür, oldu bunun səhər yeməyi. Bu səhər yeməyi səhər, sabah onsuz da insulinin dirənci aşağı, insulin səviyyəsi qanda aşağı olur. Siz onu birdən-birə yüksəldirsiniz və insulin dalğalanması yaranır və bu zamanda təbii ki, axşama doğru istək artır. Və o şirniyyat istəyi bizə müvəqqəti bədənimizə gəlir. Mənim pasiyentlərim arasında çox müəllimələr var, polislər var, təcili tibbi yardımda işləyənlər var. Məsələn, müəllimələr deyir ki, mən şirniyyat yeməsəm, mən başım işləməyəcək, uşaqlara dərs keçə bilməyəcəm. Bu əslində mifdir, yoxsa şirniyyatın düşüncəmizə? Əslində mifdir, bədən, orqanizm onu tələb edir, bir dəfə yeyirsiniz, öyrəşir və düşünürsünüz ki, şirniyyatdan alırsınız enerjini. İnandırırıq özümüzü. İnandırırıq özümüzü və o bizə biraz da xoşbəxtlik verdiyinə görə biraz daha da özümüzü rahat hiss edirik, amma sonradan əslində yorğunluq hissi verir. Məsələn, deyirsiniz ki, mən çox yorğunam, mən çox işləyirəm. Əslində, bəlkə də siz çox işləmirsiniz. Sadəcə olaraq qidalanmanızı düzgün seçmədiyiniz üçün və o sizə yorğunluq hissi verir. Şirniyyat insana yorğunluq verir. 20 gün, 25 gün şirniyyatınızı, unlu əsasən şirniyyatı aradan çıxardın rasiondan. Baxın, görün özünüzü necə gümrah, necə rahat hiss edəcəksiniz və görəcəksiniz ki, həqiqətən də hər şey şirniyyat deyil. Əsasən də indi şirniyyatı sevməyənlər var ki, hansı ki, fast food daha çox maraqlısıdır. O da bu asılılıqdır. Və yaxud da qazlı şirin sulardan içən çoxdur. Məsələn, müraciət edəndə deyirlər ki, gün ərzində 2 litr biz qazlı şirin su içirik. Və yaxud da ki, mən mütləq şəkildə şirniyyat yeməsəm günümü idarə edə bilmərəm. Adi bizim normal bildiyimiz qəhvə, çay belə, tünd çay belə müvəqqəti şəkildə bizə ayıqlıq verə bilər. Amma sonradan yenə də əsəbilik, yorğunluq və s. insana gətirir. Bayaq qeyd elədiniz ki, yorğunluq verən şokolad biz hesab edə bilərik. Onun tipli bizə yorğunluq verən, günlük produktivliyimizi, düşüncələrimizi, hətta bizə saxta yorğunluq bəxş edən başqa hansı qidalar var, başqa hansı səhv qidalama seçimlərimiz var ki, mən bunu yedim, əslində o qədər işləməmişəm, elə bilirəm ki, nə qədər gəzmişəm, yorulmuşam və s. Varmı elə? Əslində, bəli, ən əsası şirniyyat və fast food başlayır. Qazlı içəcəklərdir, hansı ki, bunlar bizə deyərdim ki, şəkərin miqdarını o qədər qaldırır ki, adi meyvənin özünün porsiyasını belə çox götürəndə, çox insan deyir ki, al meyvə, qonaq gedirik. Meyvə də səni kökəltmir ki, meyvənin tərkibi fruktozadır. Hansı meyvələr xüsusən? Əsasən şirin meyvələr, üzümdür, əncirdir. Bunları çox yediyimiz zaman tərkibində şəkərin miqdarı çoxdur, fruktoza çoxdur. Fruktoza qlikozaya rahatlıqla qanda çevrilir və piylənmə başlayır. Bəli, yəni çox meyvələri həm də qarışdırmaq olmaz. Çox insan axşam yeməyini yemir, deyir mən əvəzinə meyvə yeyirəm. Bu çox yanlışdır. Meyvə günün 1-ci saatına qədər yeyəcəksinizsə yeyib bitirməlidir. Axşama doğru tərəvəzlər, yüngül lifli qidalardan istifadə etmək olar. Mən ümumiyyətlə tövsiyə edirəm ki, səhəri insan yaxşı yediyiniz zaman günə uğurlu şəkildə, rahat bir şəkildə enerjili başlayır və psixoloji olaraq da beyində olur ki, mən səhər
normal şəkildə qida yemişəm. Axşama o güclü aclıq istəyi gəlmir artıq insanda. Və axşam fikirləşirsən ki, mən səhər yaxşı yemişəm. Həm də psixoloji cəhətdən onu düşünmək olur ki, mən bu gün normal qidalanmışam. Axşama düzdür, axşama heç qidalamamaq da düzgün. Həyat tərzinə çevirsək. Mən diyetdayam, mən bu gün qətiyyən bunu yeməyə bilərsiniz əslində. Bir qaşıq tortla sizə heç olası deyil. Amma ki, davamlı şəkildə artıq o psixoloji cəhətdən mən bu gün bunu yemişəm. Diyetam pozuldu, sabah da yeyəcəm, o biri gün də yeyəcəm. Və belə-belə baxırsınız ki, artıq bir aydır diyetdəyəm adı ilə siz artıq 2-3 kiloda üstünə gəlir. Çox təəssüf, olur elə hallar bəzən. Bayaq qeyd elədiniz ki, xüsusi insanlar var ki, bildirir ki, mən qarabaşaq yeyirəm, belə diyetdəyəm və ya hər hansı bir qidanı dominant formada seçirlər ki, bununla davam edeyim, mən bunu sevirəm, həm də arıqlayıram bir tərəfdən və ya kilo alıram. Hansı qidalar var ki, biz ona diqqət eləməliyik, biz ondan qidalamalıyıq və ya onun dozasına fikir verməliyik ki, bundan bir dənə yedim, ikincisinə keçməyim və s. Bu tövsiyələriniz də maraqlıdır. Bundan əlavə insanlar var ki, fındıqdan, qozdan müəyyən qədər qəbul edir, bilir ki, enerjini mən oradan alıram, ətdən az yesəm də olar. Və bir də ki, ət məsələsinə də istəyirəm toxunaq ki, ətdən hansı aralıqda biz diqqət etməliyik və ət bizə hansı, belə deyim, limiti keçsək zərər verə bilər. Qidalanmada zülal, karbohidrat, yağ balansı qorunmalıdır. Zülal biz alırıq ətdən əsasən, yumurtadan, paxla kimilərdən zülalı biz qəbul edirik. Amma miqdar önəmlidir. Hansı dozda soruşsanız, mən buna konkret cavab verə bilmərəm. Çünki hər kəsin günlük ehtiyacı olduğu kalori fərqlidir. Çünki hər kəsin yaşı, boyu, çəkisi, gündəlik həyat tərzi, kimsə bizim kimi oturaq həyat tərzi sürür, kimsə aktiv həyat tərzi sürür. Ona görə onun qəbul edəcəyi zülal da fərqli olur. Yəni bu xüsusi şəkildə hesablanıb deyilir. Amma ümumilikdə götürsək, tutaq ki, bir insanın gün ərzində 1500-1600-ə qədər kaloriya ehtiyacı var. Onu balanslaşdırdığımız zaman 45-50% zülalın payına düşsə daha yaxşı olar. Hansı ki, o insan oturaq həyat tərzi sürür və yaxud da ki, əzələsi çox zəifdir. Yəni bu formada qidalanmasını seçməlidir. Və bəzən deyirlər ki, yağ qətiyyən olmaz. İnsan bədəninə yağ əslində lazımdır. İndiyə qədər keçmiş kitablara da baxsaq, biologiya kitabları və s. olsa da deyirlər ki, yağ bizə ən güclü kilo aldıran bizi piyləndirən bir qida sayılır. Əslində indi elə deyil. İndi düşünürük ki, yağ ən sağlıqlı qidalardan biridir. Sadəcə olaraq miqdarına önəm verilməlidir. Yəni biz dolma bişiririksə, ona həm qoyun quyruğu əlavə edirik, həm kərə yağı əlavə edirik. Yəni bu qədər yağın içərisində dolma bəli bişir və təbii ki, bu kaloriyeli sayılır. Yox, əgər biz 5 nəfərlik bir ailədə 20-30 qram yağdan istifadə etsək, hərəyə 4-6 qram arası yağ düşəcək və hansı ki, bu da normaldır. Biz yağı tamamilə kəsirik dietada. Kəsəndən sonra birdən başlayırıq yeməyə və həmin zaman artıqlaması ilə kilolar yerinə gəlir. Ona görə də yağ, duz bizim bədənə lazımdır. Sadəcə burada önəmli olan miqdardır. Yəni gün ərzində məsələn duzun miqdarı 3-5 qramı keçməməlidir. Duz yeganə birləşmədir, natri xlor. Yeganə birləşmədir ki, biz onu kənardan alırıq. Bizim bədənimizdə o istehsal olmur, birləşmə yoxdur. Və duzu biz kənardan alırıq, salatlarımıza, yeməklərimizə əlavə edirik. Tam duzsuz qidalanmaq düzgün deyil. Amma duz normanı abur-cuburlardan alsaq, cipslərdən və yaxud da ki, turşulardan alsaq, təbii ki, məsələn, deyirəm ki, yayda alça xeyirlidir, dəmir var tərkibində, yeyin gedirlər, duza batırıb yeyirlər. Olmaz belə. Duzu elə 2-3 dəfə batırdığınız zaman artıq o 3-5 qramı almış olursunuz. Belə təbii ki, həm bədəndə ödəm, şişkinlik yaradır və ən əsası da burada su balansı pozulur. Su balansı pozulduğu zaman da həm qəbzlik problemi yarana bilər, həm təzyiqiniz qalxa bilər. Bilirsiniz ki, bədəndə bu balans pozulanda təzyiq yuxarı qalxır və diqqət etməli olduğumuz da odur ki, bu balansı qoruyaq. Və bir də ki, karbohidrat. Yalnız karbohidratla qidalanmaq düzgün deyil. Ancaq mən tam olaraq nəyi nəzərdə tutursunuz karbohidrat, məsələn, gündəlik məsələn biz səhər yumurta yemişiksə, tutaq ki, günorta qarabaşağın yanında biraz toyuq əti və yaxud da mal əti soyutma və yaxud da ki, fərqi yoxdur, pomidor biberlə də yağda da biraz bişirə bilərsiniz və axşama heç olmasa lifli salata üstünlük verək.
və yaxud da gün ərzində 2 dəfə qidalanırsınızsa, səhəri yenə də yaxşı zeytun yeyin, pomidor, xiyar, yumurta, pendir, demirəm qarışdırın hamısını birgə. Amma ki, sağlıqlı bu formada qidalansanız, mən ümumiyyətlə pasientlərimə də deyirəm, həftənin 4-5 günü əgər böyrəkdə çox bir böyük problem yoxdursa, yumurta səhər ən ideal bir variantdır yemək üçün. Yəni yumurta gün boyu həm sizi tox saxlayır, həm zulalınızı bədəninizdə saxlayır və deyərdim ki, qidalanmada ən başlısı mən ət qədər bərabər tuturam yumurtanı. Bəli, yumurtada zulal və sarı noxud bildiyimiz, onda da çox ət qədər demək olar ki, zulal var. Noxudda? Bəli, noxudda, bəli. Salatlarını tutaq ki, bugün günorta ət yemişik, artıq axşama yemək istəmirik, salat düzəltmişik, çoban salatı, üzərinə noxud əlavə edə bilərsiniz və yaxud da qırmızı lobya əlavə edə bilərsiniz. Bu kimi özünüzlə dadlı formada diyet eləmək, dadsız, duzsuz, yağsız yemək demək deyil. Sevin, yəni bunu həyat tərzinə çevirin. Biri var ki, 1 ay bunu edəcəksiniz. 1 aydan sonra buraxacaqsınız, yenə qayıdacaqsınız evdəki nənənin, ananın bişirdiyi yeməklərə. Artıqlaması ilə kilonu alacaqsınız. Yox, əgər siz bunu həyat tərzinizə çevirsəniz, dadlı bir formada özünüz üçün hazırlasanız, təbii ki, bu qalıcı olacaq. Həm həyat tərziniz sağlam şəkildə gedəcək, həm də ki, kilolarınız uzun müddət qalıcı olacaq. Hansı ki, ciddi bir stres və yaxud da birisi stresdən dolayı da kilo almaq olur. Çünki təəssüf ki, bəli, kortizol qalxır yuxarı, tələb edir ki, ye, bunu yeməlisən. Ona görə də diqqət etmək lazımdır. İstəyirəm ki, Azərbaycan mətbəxinə toxunaq. Bayaq mini formada toxunduq, yan keçdi. Amma nəzərə alsaq ki, gündəlik qidalanmamız, xüsusən şam yeməkləri var Azərbaycanın ənənəvi. Orada dolma olur, düyə olur, pilov olur və s. Azərbaycan mətbəxində sizin təhlükə kimi gördüyünüz və ya az qidalanmalıyıq. Onu biz məclisdə qarşımıza çıxsa belə çox az yeməliyik dediyiniz hansı qidalar var? Gün ərzində insanlar ən çox qidalanmadan nə də səhv eləyirlər? Məsələn, siz deyirsiniz ki, insanlar bunu edir. Amma bu səhvdir, sağlamlığımıza ziyandır. Onlar haqqında nə almaq istərdim sizdən? Azərbaycan ümumiyyətlə xəritədə baxsaq, o qədər gözəl bir regionda yerləşir ki, burada maldarlıq inkişaf eləyir, burada taxılçılıq inkişaf eləyir. Yəni bizdə ət var, taxıllar yaxşıdır və təbii ki, bu da bizim qidalanmamıza təsir eləyir. Yəni biz süfrə açarkən həm də qonaqpərvər bir millətik. Yəni, hər şeydən bəli, hər şeydən süfrəyə mütləq şəkildə qoyulmalıdır. Biz mənim çıxım anam evə qonaq gələndə qonaqla oturmur. Ancaq mətbəxdə yemək bişirsin, ona qulluq eləsin və s. Əslində bunun yaxşı tərəfləri var, amma sağlamlıq üçün təbii ki, zid tərəfləri var və ən əsası bayramlarda, Novruzda bişən o şirniyyatlardır ki, hansı ki, o bir paxlavanın həm yağın içində, həm şərbətin içində bişir. Bunlar bizə təbii ki, artıq kilo verir, ürək-qan damar sistemində, qanda xolesterolun miqdarını artırır, mütləq şəkildə diqqət və yaxud da restorana getmişik, toydur. Toyda hər cür yeməklər var. Bəli. Heç olmasa bir növ yeməkdən. Mən hər zaman pasiyent deyir ki, axşama toydayam, mən nə yeyə bilərəm? Deyirəm, gedin çoxlu oynayın, kalori itirin, yeməyi düşünməyin. Bir növ yemək yemək olar, hansı ki, kebab yeyə bilərsiniz. Kebab sağlıqlıdır, bilirsiniz. Amma çox onu çörəklə bas bir. Təəssüf ki, çörəklə və yaxud da ki, hər hansı bir sosa əlavə ediblər, yanına yeyirlər. Yox, bir növ yemək yeyə bilərsiniz. Kebab tutaq ki, bu bastırma və yaxud da adi kebab ola bilər. Mən lüləni biraz məsləhət etmirəm. Çünki tərkibində müəyyən qədər əlavələr olur, qarışıqlar olur, bəli. Çünki bəzi yerlərdə mən görmüşəm çörəkdə əlavə edirlər. Yumşaq olması üçün, bəli. Ona görə də sırf ətdən istifadə edə bilərsiniz, yanında salat istifadə edə bilərsiniz, pomidor, xiyara üstünlük verə bilərsiniz. Yenə də qazlı şirin sulardan uzaq olursunuz. Qazlı su deyəndə hər zaman çox insan başa düşür ki, mineralları demirəm. Minerallar təbii ki, bizə lazımdır. Mədə bağırsaq sistemimiz üçün də, rahatlıq üçün də lazımdır. Amma ki, qazlı şirin sulardan maksimum uzaq olmalıyıq. Və bir növ yemək yesəniz, yanında salat yesəniz, bir şey olmaz. Və yaxud da ki, ad günüdür, bir qaşıq tortla balaca bir qısot elə bizə bir şey olmayacaq. Yola vermək olar. Əslində, çox qısıtlamaq o emosional acılığın bir başlanğıcıdır. Məsələn, İnsan bugün yedi, pozursa fikirləşir ki, artıq məndə bitdi, məndə alınmayacaq. Özünüzü
biraz niyə sualını verməyə bacarmaq lazımdır. Məsələn, niyə arıqlamaq istəyirəm? Adam var Bəli. deyir ki, mən sağlamlığa görə, adam var. Mən dediyim kimi o başlayanda hər dəfə diyetə fikir verirdim ki, hansında ki demişəm ki, görüntüyə görə arıqlayıram daha gözəl görünmək Bəli. üçün. Görmüşəm ki, o diyeti pozmuşam. Amma elə bir hal yaşandı ki, mən həkimə getdim. Orada mən elə bir diaqnozlar çıxdı Bəli. ortaya ki, mənə dəhşətli dərmanlar yazmışlar. Bəli. O yadıma gəlir ki, mən həkimə dedim ki, nə olar mən bu dərmanı atmayım, mən nə edeyim? Dedi sənə pərhizləyərdim, amma İnanmıram da ona da əməl. Dedim, niyə əməl eləməyim ki? O dərmanı atmamaq və sağlamlığıma görə çıxdığım yolda uğurlu olub diyetlərim. Bəli. Yəni dediyim odur ki, nəyə görə başlayırıq, Və nəyə niyə görə yola sualı çıxırıq? olmalıdır? İnsan özünə verməlidir ki, mən Bəli. bunu niyə seçirəm? Mən bu qidalanmanı nəyə görə Nə üçün etməliyəm? edirəm? Bəli, mən arıqlamaq üçün edirəm. Hər hansısa bir sağlıq problemim mi var, ona görə edirəm. Gənc isə təbii ki, hər kəs istəyir ki, yaxşı görünsün, yaxşı Bəli. geyinsin. Təbii ki, bu da təsir edir. Amma bunu elə bir vəziyyətə gətirmək lazımdır ki, gələcəkdə daha sizə böyük bir problemlərlə üz-üzə qoymasın. Daha da kilo alıb özünüzü daha da 2 qat artıq. Bilirsiniz ki, indi hal-hazırda yediyimiz qidalardan da asılıdır. Mən artıq pasientlərdə bunu da diqqət edirəm ki, insulin dirənci çox yüksək olan insanlar var ki, hansı ki bu durmadan artır. Müraciət edənlərin içərisində 5 il əvvəl insulin dirəncinə 20% rast gəlirdiksə, bu gün 40-45% rast gəlir. Çoxalıb. Yediyimiz qidalardan asılıdır, düzgün qidalanmamaqdan asılıdır. Bayaq dediyim kimi meyvə porsiyalarını götürürlər, çox yeyirlər. Bu olmaz. Günün birinci saatına salsaq meyvəni daha düzgün olar. Meyvələri qarışdırırlar. Meyvə salatı düzəldirlər ki, bu bizi kökəltməyəcək, amma əsla elə deyil. Əsas təhlükə ordadır. Bəli, təhlükə ordadır. Lifli qidalara da üstünlük verək ki, metabolizma düzgün işləsin, qəbizlik problemimiz varsa aradan qalxsın və rahat bir şəkildə bir də buna toxunmaq istəyirəm. Stres bir dəfə mənə pasiyent müraciət etdi. Deyir ki, ürəyimdə hiss edirəm ki, nəsə narahatçılıq var. Mən də dedim ki, ona qastrentoloqa gedin. O mənə belə qəribə şəkildə deyəsən səhv dediniz Gülşən xanım, kardioloq olmalıdır. Deyirəm, yox. Siz mədə həkiminə getməlisiniz. Stres birbaşa sinirlər mədəyə təsir edir. Fikir versəniz, çox insanların indi hal-hazırda mədəsində problemlər var. Qıcqırma, köp, hətta çox stres keçirən insanlarda biraz qorxu, stres keçirdən kimi mədələrindən ağrı tutur və bu zaman keçdikcə gətirib çıxarır mədə xorasına, qastritə. Hansı ki deyir ki, bəli, hansı ki deyir ki, mən elə bir qidalar yemirəm, axı mənim mədəm bu günə düşsün, mənim mədəm belə xoraya əməyə gəlsin bu vəziyyət. Amma soruşanda ki, streslə ki, bağlı bir vəziyyətdir. O zaman bizim məsələn psixoloqlar indi hal-hazırda psixoloqa müraciət edirsən, psixoloq gedən kimi deyir ki, qida vərdişin necədir? Çünki o ipucularını qidadan alır. Stres bilinir ki, sizdə stres var. Hansı səviyyədədir? Bəli, ümumiyyətlə gərginliyiniz hansı səviyyədədir, əsəbiliyiniz necədir və o qidalanma da ona yansıdır. Şirniyyat istəyimiz varsa, təbii ki, biz istəyəcəyik. Bizdə kortizol hormonu qalxdığı üçün şirniyyatı çox istəyəcəyik və yaxud da ədviyyatlı qidaları. Qrup şəklində diyet etmək olmaz. Hər yaş kateqoriyasından insan var, hər yaş çəkidə insan var, hər boyda insan var. Birinin zobu var, birinin insulin dirənci var, birinin isə biraz artıq kilosu var, yeyib kökəlib. Hamısını eyni yerə yığırsan, eyni diyeti verirsən. Nəticə də fərqli olur. Nəticə də fərqli olmaqdan yanaşı, təbii ki, bu insanlar var ki, şoka salıb. Diyetoloq var idi. Deməli, ürək-qan damar sisteminə təsir, bu insan əvvəldən deyib ki, mənim ürəyimdə stent var, mənə olmaz, belə qidalar seçməliyəm. Ona gündəlik yazıb ki, 3 litr yarım su içməlisən və xanım komaya girmişdi. Yəni, bu kimi hər kəsin qidalanması fərqli olmalıdır, fərqli yanaşılmalıdır. Mənim rəfiqəmə, mənim bacıma bu diyet uyğun olub, bu onunla arıqlayıb deyə, o demək deyil ki, sən də onunla arıqlayacaqsın. Sənin fərqli problemlərin var. Başqa hansı miflər var ki, bunu bilmirlər, tətbiq eləyirlər. Elə biri qarabaşaq olsun, bayaq ona aydınlıq gətirdik. Qatığa acı biber töküb yemək var. Tanıyıram ki, axşam yeməyini yeyir, ac deyil. Axşam 2-də yatana yaxın gedir qatığa zəncəfil, pul biber əlavə edir ki, mənim qarnımın yağları gedəcək.
İçdiyimiz sudan, su 0 kaloridir. Başqa nə yeyiriksə, az da olsa kalorisi var. Verir. Sən gecə yatanda nəyə görə qatıq, zəncəfil yeməlisən? Əlavə kalori daxil. O düşünürsən ki, səni xilas edir. Əksinə, mədə turşuluğu bilirsiniz, gecə ac qalırıq, mədə turşuluğu artır. Siz orada qatığı, zəncəfili, pul biberi əlavə edirsiniz. Mədə qastriti, xorası. Sonra ümumiyyətlə sevdiyiniz qidalardan da məhrum olacaqsınız. İnsan tanıyıram ki, belə qidalanmaq, limonlu su, limonlu O daha doğrusu məsələn qəhvə necədir? içirlər. Limonlu qəhvə Bəli, çox var çox. Mən suyu bəli. bilirdim. Limonu Aha. kofeyə qarışdırırlar, içirlər, sirkə içirlər. Niyə? O da ziyandır. Bəli, bəli, o da ziyandır. Mədə bir ola bilər ki, indi kimsə qalxıb deyəcək ki, kommentariya yazacaq, bölməsinə yazacaq ki, mən bununla arıqlamışam. Ola bilər sizin çəkiniz onunla düşüb. Amma o demək deyil ki, sizin yanlış getdiyiniz yolu başqası da getsin və zərər görsün. Sizin ola bilər orqanizminiz çox möhkəmdir, sizin genetikanız çox möhkəmdir, sizə heç bir şey təsir etmir, başa düşürəm, okey, amma digərinə çox yan təsir göstərə bilər. Ona görə də diqqət etməliyik. Bugün mağarada emosionallaşma haqqında, sağlamlıq haqqında və ən əsası qidalanmada elədiyimiz səhvlər haqqında danışdıq. Odur ki, əminəm ki, bu gündən etibarən siz qidalananda biraz daha düşünüb o qidanı qəbul edəcəksiniz. Əgər mağarada daha da sizin gündəlik həyatınıza təsir edən məsələlərin daha əvvəlində qaralıq məqamlarını qutmaq istəyirsinizsə, mağaraya abunə olmağı unutmayın.